Maliyyə naziri Sahil Babayevin apardığı islahatlar davam edir. Əmək və Əhalinin Sosial Müdafiə naziri işlədiyi dövrdə apardığı islahatlar cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Hələ o vaxt Sahil Babayev minlərlə insanın müavinət və pensiyasını kəsməyi əmr etmişdi. Çoxsaylı Qarabağ döyüşlərinin iştirakçısı hələ o vaxt Sahil Babayevin qəzəbinə tuş gəlmişdi. 6 fevral 2025-ci tarixli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiə naziri vəzifəsindən azad olunan Sahil Babayev elə həmin gün Azərbaycan Respublikasının Maliyyə naziri təyin olunub. Görünən odur ki, Sahil Babayev qayçılama əməliyyatına Maliyyə Nazirliyində də əməl edir. Vətənində az məlumat verir ki, nazir bu dəfə təbib tabeliyində olan bir sıra qurumların əməkdaşlarının mükafatlarının kəsilməsi barəsində göstəriş verib. Mənbəmiz iddia edir ki, məhz bu qərar əmək haqları cüzü olan 1500-ə yaxın əməkdaşa şamil edilib. Mənbəmiz iddia edir ki, bu mükafatlar əmək haqları az olan işçilərə yardım kimi nəzərdə tutulub və əməkdaşlara maaşları ilə birlikdə ödənib. Ancaq Sahil Babayevin qərarı ilə bu mükafatlar ləğv olunub.